Bugün biz Qara Qarayevin testlərinə baxırıq. Birinci sualımız: Qara Qarayev neçənci illərdə yaşamışdır? 1918-82-ci illərdə yaşayıb. Qara Qarayev haqqında verilmiş fikirlərdən biri doğru deyil. Qara Qarayev 1918-ci ildə fevralın 5-də Bakı şəhərində tibb professoru Əbülfəz Qarayevin ailəsində anadan olmuşdur. Bu fikir doğrudur. Qara Qarayev 1928-ci il fevralın 5-də Şuşa şəhərində tibb professoru Əbülfəz Qarayevin ailəsində anadan olmuşdur. Bu iki variant bir-birinə zidd olduğuna görə digərlərini biz avtomatik çıxa bilirik. Amma yenə də oxuyarıq onları da. Deməli ki, bu yanlış variantdır. Bizə lazım olan variant bu B variantıdır. Nişanlayırıq. Burada deməli deyir ki, C variantı. Qara Qarayevin ilk musiqi müəllimi, həssas musiqiçi və pedaqoq Kozlov olmuşdur. Qara Qarayev 1930-cu ildə Bakı Musiqi Texnikumunda böyük bir pianoçular nəslini yetirmiş pedaqoq, musiqi professoru Şaroyevin rəhbərliyi altında fortepiano sinifində məşğul olmuşdur. Deməli, bu variant da doğrudur. C variantı da cavab B variantıdır. Qarayev haqqında verilmiş fikirlərdən biri düzgün deyil. Deyir ki, Qara Qarayev 1935-ci ildə Azərbaycan Dövlət Konservatoriyasının Bəstəkarlıq Fakültəsində təhsil alıb, ora daxil olub. Deməli ki, bu doğru variantdır. Qarayev Azərbaycan Dövlət Konservatoriyasında kompozisiyadan Rudolfun sinifində dərs almışdır. Bu da doğru variantdır. Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasında harmoniyanı Çumakovdan öyrənmişdir. Bu da doğrudur. Qara Qarayev Azərbaycan Dövlət Konservatoriyasında Azərbaycan xalq musiqisinin əsaslarını Müslüm Maqamayevin rəhbərliyi ilə öyrənmişdir. Bu yanlış variantdır. Bizə lazım olan variant budur. D variantı nişanlayırıq. Qara Qarayev Puşkinin ölümünün 100 illiyinə həsr etdiyi Tsarskoye Selo heykəli adlı fortepiano piyesini neçənci ildə yazmışdır? Baxırıq 1925, 1927, 1935, 1937. Cavab 1937-ci ildir. Qara Qarayevin Könül nəğməsi kantatası adlı əsəri haqqında hansı fikir doğru deyil? Qara Qarayevin ilk böyük əsəridir və 1937-ci ildə yazılmışdır. Bu fikir doğrudur. Könül nəğməsi kantatası xor, simfonik orkestr və rəqs ansamblı üçün yazılmışdır. Bu fikir də doğrudur. Könül nəğməsi kantatası Nizami Gəncəvinin sözlərinə yazılmışdır. Könül nəğməsi kantatası Rəsul Rızanın sözlərinə yazılmışdır. Burada cavab C variantıdır. Verilmiş variantlardan biri düzgün deyil. Ömər Xəyyamın 6 rübaisi roman silsiləsi 1956-cı ildə yazılmışdır. 3 hissəli fuqa isə 1949-cu ildə yazılmışdır. 3 hissəli fuqa 1939, simfonik orkestr 3, Cümbasakaliya və 3 mövzulu fuqa 1941-ci ildə yazılıb. Ömər Xəyyamın 6 rübaisi roman silsiləsi 1946, İdman suitası 1938-ci ildə yazılıb. Azərbaycan suitası 1939, Vətən operası 1945-ci ildə yazılıb. Bu tarixlərdən hansı səhvdir? Deyir. Və burada baxırıq, Ömər Xəyyamın 6 rübaisi 1956-cı ildə deyil, 46-cı ildə yazılıb. Bu baxımdan A variantı bizə lazım olan variantdır. Qara Qarayevin Vətən operası neçənci ildə SSR Dövlət mükafatına layiq görülmüşdür? Cavablara baxırıq, 45, 46, 47, 48. 46-cı ildə. Qara Qarayev Moskva konservatoriyasında bəstəkarlıqdan kimin sinifində təhsil almışdır? Cavab B variantıdır, Şostakoviçin.
Şostakoviçə həsr olunmuş ikinci kvartet, soprano, xor və orkestri üçün Rahimin sözlərinə yazılmış Səadət mahnısı kantatası, Nizaminin sözlərinə yazılmış lirik akapella payız neçənci ildə yazılmışdır? Bu əsərlər 1947-ci ildə yazılıb. Qara Qarayevin 7 Gözəl baletinə aid olmayan variant hansıdır? 7 Gözəl baleti 1952-ci ildə yazılıb. Balet Nizami Gəncəvinin xəmsəsinə daxil olan 5 məşhur poemanın motivləri əsasında yazılsa da, onlardan yalnız birinin adını daşıyır. 7 Gözəl baleti ilk dəfə 1946-cı ildə tamaşaya qoyulmuşdur. Bu səhvdir, çünki hələ 52-ci ildə yazılmış bir əsər 46-cı ildə tamaşaya qoyula bilməz. Qara Qarayevin İldırımlı Yollarla baleti ilk dəfə neçənci ildə tamaşaya qoyulmuşdur? Cavab 58-dir. Qara Qarayev neçənci ildə SSR xalq artisti adına layiq görülmüşdür? 47, 52, 55 və 59 var. 59-cu ildə. Qara Qarayev Don Kixot Simfonik Qravürləri adlı əsərini neçənci ildə yazmışdır? 1960-cı ildə yazıb. Qara Qarayev neçə opera və neçə balet yazmışdır? Cavab 2 opera və 3 balet yazıb. Hind gözəli, Bizans gözəli, Xarəzm gözəli, Slavyan gözəli, Məğrib gözəli, Çin gözəli, gözəllər gözəli verilmiş obrazlar Qara Qarayevin hansı əsərindəndir? 7 Gözəl baletində. 7 Gözəl baletində olmayan personaj hansı variantda düzgün verilmişdir? Lenni, Ayşə, Bəhram, Mənzər. Cavab A variantıdır. 7 Gözəl baleti və İldırımlı Yollarla baleti neçə pərdədən ibarətdir? Deməli ki, burada belədir ki, 4 baletdir, 4 balet deyirəm. 7 Gözəl baleti 4 pərdəli, İldırımlı Yollarla baleti isə 3 pərdəlidir. Amma bəzi mənbələrdə bu 3 göstərilir, bunu da anlamıram. Qara Qarayevin fortepiano üçün prelüdləri haqqında verilmiş fikirlərdən biri səhvdir. Qarayev 1951-52-ci illərdə çap olunmuş Preludiya və Fuqaları 7 Gözəl və Alban Rapsodiyası ilə eyni zamanda yazılmışdır. Qara Qarayevin 2-10 illik ərzində yazdığı fortepiano prelüdləri hər biri 6 pyesdən ibarət olmaqla 4 dəftərdən ibarətdir. Qarayev klassik ənənələri davam etdirərək öz prelüdləri ilə mövzunun özünə məxsusluğu, janrın orijinal tətbiqi yönümündə yeniliklər gətirmişdir. Qarayev prelüdlərinin tonal planı, Chopinin prelüd silsiləsi və Baxın yaxşı temperasiya olunmuş klavir məcmuəsinin tonal planlarının sintez olunması nəticəsində hazırlanıb. Deməli ki, burada cavab səhvdir, bu A variantı səhvdir. Çünki bunlar eyni ildə yazılmayıb. Bu cavabı nişanlayırıq. Bizə lazım olan cavabdır. Digərləri doğrudur, yəni. Qarayevin fortepiano üçün neçə prelüd yazmışdır? Qarayev neçə prelüd yazıb? 24. Qarayevin Nizami Gəncəvinin poeması əsasında yazdığı əsəri hansıdır? Leyli və Məcnun simfonik poeması. Bu qədər. Qarayevin testləri.